Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Salamlayıram sizi dəyərli tamaşaçılar. Artıq Ramazan ayının 25-ci günündəyik. Bu son günlərdə sizdən acizanə diləyirəm ki, mütləq dualarınızda da, xeyir dualarınızda bizi yad edin. Və Allah Taala inşallah ki, bu Ramazanda həm sizi, həm bizi bağışlanmışlardan qərar versin. Ramazan ayının 25-ci günündə Qurani-Kərimin 25-ci cüzündən olan Şura surəsi ayə 38-ə toxunacaq bugün. Çox qısa bir hissəsini götürmüşəm və o qısa hissəsində önəmli bir nöqtə vurğulanır ki, istəyirəm məhz bugün bu nöqtə barəsində danışaq ki, işlərimiz daha da müvəffəq olsun, daha da xeyirli olsun. Şura surəsi ayə 38-də Allah Taala buyurur: "Və əmruhum şura beynəhum." İşləri aralarında məşvərətlə aparılır. Məhz məşvərətdən gedir söhbət. Ümumi ayədə, yəni möminlərdən bəhs olunur və o kəslər ki, onların işləri məşvərətlə irəli gedir. Məşvərət məhz məsləhət mənasındadır. Və o kəslər ki, məsləhət edərlər, sözsüz ki, xeyir taparlar. Və Allah Taala bu ayədə bizə bu nöqtəni çatdırır ki, işlərimizdə, müxtəlif işlərimizdə, bir işimizdə yox, ümumiyyətlə, dünya işlərimizdə, məişət işlərimizdə, həyatımızda, seçimlərimizdə, karyeramızda, hər hansı bir təhsilimizdə fərqi yoxdur. Müxtəlif işlərimizdə digərləri ilə məsləhətə əhəmiyyət verək. Qərarlarımızı cəm şəkildə verək, yəni insanların məsləhətini alaraq verək. Necə ki, bizdə el arasında bir deyim var, ağıl ağıldan üstündür. Bu həqiqətən də belədir. Ola bilər ki, hansısa bir nöqtələr mənim zehnimə gəlmir, mənim ağlıma gəlmir. Amma mən ailə üzvlərimlə məsləhətləşməklə onların ağlına gələn üstün cəhətləri yəni həyatımda tətbiq edə bilərəm. Və yaxud iş yoldaşlarımla, dostlarım arasında, qohumlarım arasında hansısa ağıllı şəxslərin məsləhətlərini almaqla onların yaxşı fikirlərindən bəhrələnə bilərəm. Əlbəttə ki, İslamda kiminlə məsləhətləşməli olduğumuza da işarə olunubdur. Hətta Əli əleyhissalamdan məsələn hədislər var müxtəlif ki, hədislərdən biri budur ki, heç vaxt simit şəxslə məsləhətləşmə. Nəyə görə? Çünki simit şəxs sizi xeyir işdən saxlayar. Əgər sizin xeyir iş görməyə imkanınız varsa, sizi xeyir iş görməyə təşviq etməkdən, daha çox sizə yönəltməkdən ki, xeyir işlər görəsiniz, simic olduğuna görə sizi xəsisliyin əsasında məsləhət verir və yaxşı işlərdən sizi saxlayar. Və bu ünvanda, məsələn, ağlı zəif olan şəxslər, nəyə görə məsələn bəzi yerlərdə qeyd olunub ki, qadınlarla məsləhətləşməyin? Çünki qadınların əksəriyyəti məsələn hissiyatla rəftar edirlər. Hissiyatla rəftar etdikləri üçün ağılla qərar verə bilmirlər. Əlbəttə sözsüz ki, yəni öz ağlını inkişaf etdirmiş şəxslərdən qeyri şəxslər nəzərdə tutulur və qadınların əksəriyyəti bəzən həsadət üzündən yəni qarşısındakı şəxsə məsləhət verirlər. Kiminləsə məsələn hansısa bir qərəzi varsa, onun əsasında ola bilər ki, sizi yönəltsin. O yüzdən vurğulanır və bu bəylərə də aiddir. Bəylərin sırasında məsələn xəsis şəxslərdən, çox üzr istəyirəm, ağlı zəif olan şəxslərdən tövsiyə olunur ki, məsləhət alınmasın. Bu barədə özünüz inşallah ki, araşdırarsınız ki, hansı şəxslərdən məsləhət almaq olar İslam əsasında. Amma ümumilikdə məsləhətləşib qərara gələn şəxslər həmişə qalib olan şəxslər olur, daha çox müvəffəqiyyət əldə edirlər. Və məsləhətləşməyin digər yollarından biri də məhz istixarə yoludur ki, Quranla istixarə yolu. Əlbəttə, araşdırandan sonra müxtəlif şeyləri insan heyrətdə qalarsa, Quranla istixarə yolundan da istifadə edə bilər ki, bəzi işlərdə işi daha məsləhətli olsun ki, Allah ona ən doğru yolu göstərsin. Lakin biz bu işdə əməl etmək üçün nə edək? Əvvəla ailədə ya iş yerində mühüm qərarlar üçün digər üzvlərin nəzərini də alaq. Mühüm deyil ki, biz nəticə etibarilə məsələn hamısının nəzərinə əməl edək. Biz məsləhətləşirik, qərarı alırıq, qeyd edirik və axırda baxırıq ki, ortaq nəticə olaraq, məxrəc olaraq hansı yol daha yaxşıdır, ondan istifadə edirik. İkinci nöqtə budur ki, öz nəzərimizi insanlara təhmil etmək əvəzinə, qəbul etdirmək əvəzinə mübadilə, yəni fikir mübadiləsindən istifadə edək və nəticədə ortaq məxrəcə gələk insanlarla. Və üçüncü nöqtə budur ki, məsləhətlərdə unutmayaq ki,
hədəf ən yaxşı qərarı almaq, ən düzgün yolu seçməkdir. Nəinki öz qərarımızı təsdiqlətdirmək. Bəzən insanlar olur ki, məsələn, məsləhət alır səndən, amma əvvəldən onun niyyəti budur ki, öz bildiyini etsin. Sənin sadəcə vaxtını alır. Məsləhət alır və məsləhət aldığı zamanda elə əvvəldən nəzəri öz nəzəridir, səndən sadəcə təsdiq istəyir. Sən onu təsdiqləmədiyin zaman başlayır qəzəblənməyə, başlayır özünə bəraət qazandırmağa. Sözsüz ki, biz də gərək diqqət edək ki, insanlardan məsləhət alanda niyyətimiz həqiqətən də ən doğru və düzgün qərar olsun. Ən düz yolu seçmək olsun. Nəinki öz qərarımızı zorla başqalarına qəbul etdirək. Əgər belədirsə, öz nəzərimizdə qalırıqsa, bəs nə üçün insanlardan məsləhət alırıq? Quran-ı Kərim isə bizi dəvət edir ki, ən yaxşı yollardan biri məşvərət yoludur. Yəni, insan hər işdə, istər izdivac məsələsi olsun, istər insanın iş qurma məsələsi, təhsil məsələsi, sözsüz ki, öz meyillərinə uyğun seçim etməlidir. Amma hətta o seçimlərin arasında da məsləhətləşsin və ən doğru olan seçimi etsin. Bəs deməli, məsləhət yolu Quranın bizə buyurduğu ən yaxşı yollardan biridir ki, həyatımızda uduzmayaq, yaxşı qərarlar alaq, insanların ağıllarından yaxşı mənada istifadə edək. Baxın, düşmən o qədər bəzən hiylə ilə işlər görür ki, doğru olmayan seçimlərində, nahaq yolunda o qədər məsləhətləşirlər, o qədər məsələn bahəm fikirlərini işlədirlər ki, biz bəzən kiminləsə məsləhətləşməyə deyə, qürur üzündən kiməsə ağız açmayaq, ondan söz soruşmayaq deyə uduzuruq, müvəffəq olmuruq çox işlərimizdə. Bəs güc birlikdədir, çalışaq ki, həyatımızda məsləhət yolundan istifadə edək, məşvərət yolundan istifadə edək Quranın buyurduğuna əsasən və Allah inşallah ki, bizim işlərimizi də daha bərəkətli, daha dolğun və daha gözəl şəkildə irəli aparsın. Allahdan istəyirəm ki, Allah Teala ibadətlərinizi qəbul etsin, həyatınızda ən doğru və düzgün qərar verməyə həmişə sizi müvəffəq etsin və işləriniz, ömrünüz, həyatınız bərəkətli olsun inşallah.